Choosing wrong information, yanlış məlumatı seçin. Birinci cümləmizdə without bees we would have a lot of food. Bal arısız biz çoxlu ərzaq, yəni məhsul əldə edə bilərik. Yanlışdır. Mətnimizdə qeyd olunmuşdur ki, we would have less food. Yəni bal arısız biz daha az ərzaq əldə edərik. İkinci cümləmizdə isə the queen bee cleans the hive. Kraliçə arı pətəyini təmizləyir. Arı pətəyini təmizləyən worker bees, yəni ki, işçi arılar idi. Kraliçə arının işi sadəcə rəhbərlik etmək olduğu üçün ikinci cümləmizdə səhv götürülmüş olacaq. Və üçüncü cümləmizə baxsaq, worker bees make honey, işçi arılar bal hazırlayır. Bu doğrudur, mətndə qeyd olunub worker bees clean the hive, find food and make honey yazılmışdı. Dördüncüdə bees help flowers grow, bal arıları güllərin becərilməsində köməklik göstərir. Və burada yenə də qeyd olunan məlumatımıza əsasən mətnimizdə hər iki versiyada, yəni onlar bir güldən digər günə qonarkən nektar toplayırlar və nəticə olaraqdan da həmin bitkilərin becərilməsində, yəni artmasında köməklik göstərirlər. Növbəti cümlədə isə biz burada tozlanma ilə meyvələrin, tərəvəzlərin və güllərin becərildiyinə kömək olunduğunu görürük. Bu o deməkdir ki, bizim 4-cü və 3-cü cümlələrimiz doğru məlumatlardır, ona görə düzgün cavab götürülmür. Səhv məlumat 1, 2, C variantında qeyd olunmuşdur.